Peyğəmbərimiz salavatullah buyurur: "Mən daima tövbə edirəm və Allahdan bağışlanma diləyirəm." Ağa müəllim, bayaq da siz peyğəmbərlərin tövbəsinə toxundunuz. Sualım bundan ibarətdir ki, tövbə günahların bağışlanması üçün nəzərdə tutulduğu halda məsum peyğəmbərlərin tövbə etməsinin səbəbi nədir? Bakın bizim bir insanlık tarafımız var. Biz bir Müslüman olarak, bir insan olarak Allah'ın rahmetine, o derin bayaq söylediğiniz derin merhamet deryasına mühtacıq. Bir qavvas kimi ora enməyə, səy göstərməyə, cəhd göstərməyə ehtiyacımız var. Biz ehtiyaclı bir varlığıq və günaha meyilliyik. Hərçənd ki, ətrafımızda dünya var. Dünyanın bir vakum kimi, bir cazibə kimi insanı çəkib aparan tərəfi var. Unutmayaq ki, bu dünyanın içərisində sirriyle, seyriyle çok bilen bir iblis var. Şeytan ordusuyla beraber. Unutmayaq, Allah-u Teala en əfi düşmanı da içərimizdə yerləşdirib. A'da aduvikum deyir. En korkunç düşmanınız beynibdeykum, sizin iki kolunuz arasındadır deyir Nəbilərin Sultanı Aleyhisselatü Vesselam. Və bayaq da oxuduğumuz hədisdə o Könüllər Sultanı Aleyhisselatü Vesselam buyurur ki, mən hər gün 70 dəfə bayaqdır qaynaqlarımızda 100 dəfə ya tövbə, ya istiğfar edirəm. Deməli, Peyğəmbərlər və başda varlığın sərtacı Aleyhisselatü Vesselam eğer bir istiğfar edirsə, tövbə edirsə, deməli bize yeni bir kapı açır, yeni bir üfüq açır. Biz insan olarak sevgili Peyğəmbərimizi təqlid eləmə və ondan öğrenmə və onun məktəbində şagird olma xüsusiyyətimiz var. Öğrenəcəyik. Niçin tövbə edirdi? O vəhi alan və təbii ki Allah'ın Həbibim dediği və kitabında həyatına and içdiyi Nəbilərin Sultanı Aleyhisselatü Vesselam istiğfar edirsə, biz nə üçün istiğfar etməməliyik? Və yaxud o tövbə edirsə, gündə 70 dəfə, 100 dəfə, təbii ki bunun bir ibrəti, arkasında bir hikməti var. Nədən ibarətdir bu? Önce onu söyləyək ki, tövbə bir ibadətdir. Peyğəmbərlər ibadət olsun deyə eləyərlər. İki, tövbə məqamı insanın mənəvi rütbəsini, ruhani səviyyəsini yüksəldir. Böyüklərimiz söylüyorlar ki, Allah'ın Resulünün istiğfar ve tövbesinin arkasında önceki aşağı olan halına istiğfar var. O mütemadi olarak, devamlı olarak daim terakkidedir. Yani kamilliğe doğru bir yelken açmış Nəbilərin Sultanı Aleyhisselatü Vesselam her istiğfarıyla bir mənəvi yükselişte, her tövbesiyle farklı bir alemi feth etmektedir. Ona göre onun hayatındaki tövbeni biz bu şekilde okumamıza ihtiyaç var. Bize gelince, mesela biz de namazımızdan sonra biz de istiğfar ederiz. Biz belə bir iş görmədik ki, biz iş görmədiyəsində ibadet etmişdik. Namaz kimi önemli bir Miraç seferini tamamladıktan sonra, salamımızdan sonra yine de istiğfar edirik. Allah'ım, ibadet etmiş olsam da kusurluyam, nöqsanlıyam. Ne kadar kamil, ne kadar mükemmel, ne kadar güzel, ne kadar derin bir iş görsək, arkasında bir istiğfar var. Çünkü istiğfar insanı təkəbbürə gedən yollarının qapısını bağlayır. Bu baxımdan bizim dünyamızda, bizim aləmimizdə tövbənin xüsusi bir mahiyyəti, xüsusi bir yeri var. Və ikinci bir şey söyleyeyim sizə ki, və biz bir dünyada yaşayırıq. Elə bir dünyada yaşayırıq ki, bu dünya günah kirləriyle doludur. Tutalım ki, bir insan hakkında suizən edir. Xəfif görünər. Surəti haqdan görünən, ama gerçek olarak her şey göründüğü kimi değil. Ve insan bir adam hakkında suizən edir, sonra fərqinə varır ki, bu dediğim kimi değil. O anda biz günaha giririk. Qəlbimiz qaralır. Bizim dünyamıza artık bir çat düşür. O könül güzgümüzün üzeri kölgelənir ve bəsirət gözümüz korlanmağa başlayır. Çok hafifti. Ama gerçekten bunun arka planında bu var. Anında ne edeceğik? Tövbəyə ihtiyaç var. Ama tövbe de, ya Allah'ım ben tövbe edirəm bu günahımdan dolayı bitmez. Tövbe için derin bir peşmançılık lazımdır. Çünkü insan ne kadar ki peşman olmuyor, o günahda ısrar edecek. Onu yerine getirmeye çalışacak. Ama tövbe aslında dönüştür. İnsan nifreti eləməyi dində xoş görünməz. Dindar ve kindar insan. Bunlar ayrı kategoriye aittir. Lakin insanın la ilahe illah'da bir kini var. Neye karşı? İlahlara karşı. Çünkü Leylalara karşı biz Leyla'dan Mevla'ya doğru gedirik. Bu bakımdan bizim için bəli bir tövbə qapısının açıq olduğunu bilirik. Ama şeytan bizi o kapıyla da aldatmamalıdır.
Tutalım ki bir insan həccə gedir. Həccül məbruru qazandı. Arkasıca ne edir? İstiğfar edir. Ne için? Çünkü babamız, inanç atamız Hazreti İbrahim gibi bir həcci yerinə yetirə bilmədik. Onun endişesini yaşayırıq. Hər halda bilir ya Allah bizi bağışladı. Çünkü həcdən çıxarkən insan anadan doğulduğu bir hala gelirse ki bunu dinimiz bize öğretir ama arkasınca ne edirik? Bir istiğfar edirik. Bayaq söylediğimiz gibi əslində istiğfar ve tövbe insanın kibirinin kökünü kurudur.